Xəylə müəllimə, Bəli, bəli. xoş Bir dənə gördük. Buyurun. qeyd eləmək istəyirəm ki, adətən IQ-su çox yüksək olan uşaqlarda emosional zəka çox aşağı olur. Bu Hmm. nə ilə əlaqədar olur? Bunu sizin Çox fikriniz gözəl sualdır Xəylə müəllimə. Çox təşəkkür edirəm. Maraqlı bir yerdən daxil oldunuz. Deməli burada necədir? Baxın, mən sizə bayaq Daniel Golemandan bəhs elədim. Bu emosional zəka nəzəriyyəsinin banisi, hansı ki, bu sosial emosional öyrənmə bacarıqlarının da əsasını təşkil edir də həmin bu nəzəriyyə. Hətta Daniel Goleman da öz tədqiqatlarını apararkən bu mövzu ilə bağlı iki dənə tələbəsini görün indi baxın burada necə bir təzad yaranır. İki dənə tələbəsini özünə təcrübəyə kimi götürür, öz tədqiqatında onların üstündə bir təcrübə aparır, bir müşahidə aparır uzun müddətli. Deməli, tələbələrdən biri IQ-su çox yüksəkdir. Bütün akademik göstəriciləri çox yüksəkdir. Yəni əlaçı A qiymətlərlə yəni oxuyur bu tələbə. Digər bir tələbə isə bu emosional bacarıqları yüksək olan bir tələbədir. Yəni emosiyalarını çox gözəl dərk eləyir, özünü çox gözəl idarə eləyir, empatiyası çox yüksək və ünsiyyət qurma bacarığı əlbəttə ki, çox-çox yüksək. Amma onun nəticələri, yəni imtahan nəticələri, akademik nəticələri o IQ-su yuxarı olan tələbədən nisbətən, yəni bir xeyli əhəmiyyətli dərəcədə aşağıdır. Bu uzun müddətli longitude bir tədqiqat idi, bir neçə il əhatə edən bir tədqiqat idi alimin. Deməli, həmin tədqiqatda alim bunu müşahidə edir ki, sonda bu tələbələr universitetdən artıq məzun olurlar. Yəni biri yəni A qiymətləri ilə əlaçı olaraq məzun olur, o birisi sıradan bir məzuniyyət olur. Gəlib növbəti səfər artıq iş axtarma mərhələsinə çatanda ki, onlar özlərinə iş axtarırlar. IQ-su yüksək olan tələbə nə qədər şirkətə müraciət edir, orada mən indi sayı rəqəmi unutmuşam, amma çox saylı şirkətə müraciət edir və oradan onu bilirsiniz də, yəni birinci CV göndərilir, daha sonra sizi müsahibəyə çağırırlar. Yəni o müsahibəyə niyə çağırırlar? Müsahibəyə ona görə çağırırlar ki, HR-lar. Baxırlar ki, sosial-emosional bacarıqları həmin şəxsin necədir? Bax, HR-ların yoxladığı məsələ də bu sosial-emosional öyrənmədir. Ki, görüm komandada işləmək bacarığı necədir? Hamımız eşidirik də bunları. Komandada işləmək bacarığı necədir? Ünsiyyət qurma bacarığı necədir? Empatiyası necədir? HR ən çox ona baxır həmin müsahibədə. Deməli, həmin tələbə, IQ-su yüksək olan tələbə hansı ki, sosial-emosional bacarıqları aşağı idi, getdiyi müsahibələrdən kəsilir, onu işə qəbul eləmirlər. Amma emosional bacarıqları, sosial bacarıqları yüksək olan, lakin akademik göstəriciləri aşağı olan tələbə isə bir çox bir çox ə, getdiyi bütün müsahibələrin orada rəqəm var idi. Deməli mən o rəqəmi nəsə yadda saxlaya bilmirəm. Elə bir xüsusiyyətim var ki, rəqəmlər mənim yaxşı yadımda qalmır. Deməli orada deməli getdiyi, yəni 10 deyək ki, müsahibədən 8-dən uğurlu cavab alır. Niyə? Çünki onun ünsiyyət qurma bacarığı, özünü idarə etmə bacarığı, komandada uyumlu işləmək, uyğun işləmək bacarığı daha yaxşı idi və əlbəttə ki, onunla müsahibə aparan HR da onu hiss eləmişdi. Demək ki, həyatda uğur qazanmaq üçün təkcə IQ kifayət eləmir. Bəs niyə görə belədir? Niyə görə IQ-su yüksək olanın emosional zəkası belədir? Bu barədə yəqin ki, bir çox tədqiqatlar var ki, səbəbləri nədir? Amma bu tam olaraq aydınlaşdırılmış bir məsələ deyil. Amma sizə dediyim kimi qəti bir surətdə qəbul olunmuş bir məsələ var ki, emosional zəkası yüksək olan insanlar həyatda daha çox uğurlu ola bilirlər. Bilirsiniz, bizim cəmiyyətdə sadəcə olaraq valideynlər çalışırlar ki, uşağın IQ-su yüksək olsun, daha çox onu o baxımdan inkişaf elətdirməyə çalışır və unudurlar. Uşağın emosional ümumiyyətlə hissləri. Hmm. Ona görə də bu problemlər yaranmağa başlayır. Həmişə mən uşaqlara, öz şagirdlərimə deyirəm ki, birinci, o deyir, bir dənə məsələmiz var ki, alim olmaq asandır, adam olmaq çətindir. Nə Yəni bu gözəl. elə həqiqətən də bu emosional zəka ilə intellektual zəkanın bir qarşılaşdırmasıdır bu Çox atalar. doğru müşahidədir Xəyilə xanım. Çox doğru. Siz yəqin uzun müddətdir ki, müəllim işləyirsiniz. Bütün bunların Bəli, hamısını bəli. Və təcrübədən uşaqlara, keçirirsiniz. bəli, bəli. Uşaqlara deyirəm ki, birinci ilk növbədə həqiqətən də bir insan olmalısınız da, bir-birinizi anlamalısınız, başa düşməlisiniz. O emosional hisslərini onlara aşılamağa çalışıram ki, öz hisslərinizi Nə gözəl. tanımalısınız ki, həyatda uğur əldə eləyəsiniz. Yəni nə qədər siz belə çox çalışsanız da, intellektiniz çox yüksək olsa da, əgər bu bacarıqlarınız yoxdursa, həyatda uğurlu olmayacaqsınız. Yəni bu 100% təsdiqlənmiş bir şeydir, yəni. Bəli, bəli.
Ona görə də inşallah ki, daha çox çalışarlar ki, valideynlər də uşaqlarının emosional zəkasını inkişaf elətdirsinlər. Ha, çox sağ olun Xəyli xanım, çox sağ olun ki, belə bir dəqiq bir müşahidə aparmısınız. Demək ki, siz özünüz bu haqda çoxdan məlumatlısınız və öz sinifinizdə bunu tətbiq eləyirsiniz, valideynlərdən bunu gözləyirsiniz, öz icmanızla, valideynlərinizlə sıx ünsiyyətdə olub onlara da bunu maarifləndirməyə, izah eləməyə çalışırsınız ki, mən sizə çox təşəkkür edirəm bununla bağlı. Mən də təşəkkür edirəm sizə. Çox sağ olun. Daha əlavə etmək istəyən varmı, sualı olan varmı? Mən sizlərin də fikrini eşitmək istərdim. Xəyli xanımı eşitmək mənə çox xoş oldu. Salam, axşamınız xeyir olsun Çimnaz müəllimə. Axşamınız xeyir olsun Və Aysel müəllimə. təşəkkürümü bildirirəm sizə. Müəllimə, mən özüm sizdən bir şey də məsləhət almaq istəyirəm də. Əslində bu Buyurun. suallarla tez-tez müraciət edirəm ki, görüm qarşımdakı insanlar mənə nə məsləhət görürlər. Mənim 2 övladım var, bir qızım, bir oğlum və dərs prosesində hal-hazırda IQ-ləri yaxşıdır da, hətta müəllimləri də çox tərifləyirlər. Gələcəkdə potensialları çox yüksəkdir, yaxşı nəticələri olacaq. Sadəcə olaraq qızım başqa mühitə düşəndə tez sosiallaşa bilir. Ünsiyyət qura bilir də, Nə onun üçün gözəl. fərq eləmir. Çox Amma gözəl. oğlum misal üçün görürəm ki, başqa mühitə düşəndə çəkinir və yaxud sinifdə də elədir, seçicidir. Hər adamla, hər uşaqla ünsiyyət qurmur, oynamır. Əslində məsələn fikir verirəm, o bayaqkı məsələyə toxunduq ki, insan olmaq ən birinci. O məsələn bilir, başa düşür onları ki, bu yaxşı idi, bu pis idi, sinifdə bir hadisə oldu, ona münasibətini bildirir ki, mən gördüm, orda filankəs düz idi, belə idi, elə Aha, idi. fərqindəlik Hətta o yüksəkdir sinifdə. prosesdə misal üçün müəllimə desə də ki, siz qarışmayın, o deyir ki, mama yox, axı orda müəllimə haqsızdır. Mən orda gördüm ki, belə olmuşdu da, mən düzünü dedim. Sadəcə olaraq mən məsləhət almaq istəyirəm ki, biz nə edə bilərik ki, bizim məsələn mən oğlum biraz mühitə düşəndə tez adaptə olsun, ünsiyyəti tez qursun, seçici olmasın da sevmirəm elə. Bilmirəm o yaxşı şeydir ki, əslində Yaxşı insanları şeydir. seçməliyik. O, Məncə hə, hə. çox yaxşı bir şeydir. Məncə də yaxşı bir Yəni şeydir. bunu pis Sadəcə olaraq mən özüm qiymətləndirməyək. deyim. Yəni Mənim bir valideyn kimi məni narahat edir də. Deyirəm ki, bu necə olacaq? Axı biz bilirik ki, elə yer olur ki, biz o insanla istəməsək də münasibət qurmaq, amma biz bir yerdə də ondan asılıyıq, ondan münasibət qurmaq məcburiyyətindəyik. Amma ha, sadəcə olaraq mən özüm də hal-hazırda onun əziyyətini çəkirəm də. Sevmədiyim insanlarla ünsiyyət qurmuram. Və görürəm ki, aydındır. o həqiqətən bizə, yəni baryer qurur da, maneə olur bizə. Mən Aha, öz aydındır. təcrübəmdən deyirəm. Sizlər Təşəkkür nə edə edirəm Aysel bilərik? müəllimə sualınıza görə. Hı hı, Mənim çox sağ oğlumda da, öz olun. oğlumda da müəyyən qədər elə xüsusiyyətləri var. Bu bilirsiniz hansı uşaqlarda belə baş verir? Daha çox həyatda fərqindəliyi yüksək olan uşaqlarda. Hansı ki, onlar insanların enerjilərini, insanların fikirlərini, münasibətlərini çox yaxşı oxuyurlar. Müəyyən mənada başa düşürlər. Yəni həm yaşıdlarından fərqli olaraq. Yəni onlar onsuz Müəllimə, da düz deyirsiniz. emosional. Misal üçün, Hı, bəzən üzr istəyirəm, bəzən elə bir buyurun. şey olur ki, düz deyirik ki, dövrdür də, indi uşaqlar çox bilirlər, belə bir söz var. Çox bilmək olmayana da deyil də. Düşünürsən ki, məsəl üçün 8 yaşında uşağın o suala elə cavab vermək, yəni yetkin insan kimi. Mən Aha. öz-özümə bəzən düşünürəm ki, o bunu necə fikirləşdi? Deyirəm, həqiqətənmi bizim vaxtımızla indiki uşaqlar bu qədərmi fərqlənir? Amma misal üçün deyim bir 10 nəfər uşağın içərisindən 2-3 nəfəri o suala elə cavab verər də. Hər kəs o fikirdə deyil. Var yəni, baxıram 8 ki, yaşı hə. vardı oğlunuzun belə başa Bəli, düşürəm. bəli. Aha. Nə gözəl. Möhkəm can sağlığı arzulayıram bütün övladlara, eləcə sizin Qalsın. övladınıza. Deməli, bu o nə demək istəyirəm? Mən əslində sözümü hara gətirmək istəyirəm? Sosial fərqindəliyi yüksək olan bir uşaqdır və seçici davranır. Lakin bu onun digər insanlarla müəyyən qədər özünə bir hədd qoymağına, bir sərhəd qoymağına, məsələn, mən başa düşürəm siz bir valideyn kimi düşünürsüz ki, həyatda elə bir anlar, elə bir situasiyalar yarana bilər ki, orada müəyyən bir kompromisə, bir güzəştə getmək Aha, lazımdır. bəli. Düzdürmü? Ki Bəli, aranızda bəli. bir güzəşt yaransın, bir kompromis yaransın. Mən sizə tövsiyə edərəm ki, əgər bu vəziyyət birinci növbədə, düzdür, mən təhsil psixoloqu deyiləm, amma bu sahəni çox Aha. araşdıran, oxuyan, çox maraqlanan biriyəm ki, xüsusilə də bu mövzuda bilirsiniz ki, təhsil psixologiyası ilə bağlı olan bir şeydir. Çox inandığınız, güvəndiyiniz, peşəkar bir, əgər bu sizi həddən artıq çox narahat edən bir məsələdirsə, psixoloqla məsələn seanslar almaq olar ki, uşaqlar ən kiçik yaşlarında, məsələn, bizdə psixoloqa getmək mədəniyyəti bir qədər o formalaşmayıb, amma baxıram ki, indi ətrafımızda var insanlar ki, məsələn, buna çox yatırım eləyirlər övladları üçün. Mən özüm də məsələn onu istəyərəm ki, uşaqlar ən kiçik yaşlarından bu bacarıqlara yiyələnərək böyüsünlər.
Bu birinci tərəfi məsələdir. Lakin bir valideyn olaraq, siz özünüz də müəllim olaraq fəaliyyət göstərirsiniz, mən elə başa düşdüm. Bir müəllim olaraq, bir Bəli. valideyn Hı olaraq hı. siz övladınıza əlbəttə ki, özünüz şəxsən də dəstək ola bilərsiniz. Zamanla, zamanla müəyyən bunun üçün vasitələr və alətlər var ki, mən onlara indi sizinlə tanış eləyəcəm təlimin növbəti hissələrində. Sizin bu sualınız ona uyğun gəlir ki, biz həmin uşaqları necə müəyyənləşdirə bilərik ki, bu uşaqların sosial-emosional öyrənməsində müəyyən çatışmazlıqlar var ki, və biz ona dəstək olmalıyıq. Məsələn, ünsiyyət qurmaq kimi, məsələn, siz çox gözəl bir nümunə gətirdiniz. Mən sizə çox təşəkkür edirəm. Və bunu aradan qaldırmaq üçün, buna dəstək olmaq üçün biz nə edə bilərik? O addımları da sizə təlimin növbəti hissəsində davam etdikcə bölüşəcəm. Olarmı? Olar, Bu yəqin bəli. ki, Bilirsiniz, çoxsuna müəllimə, maraqlıdır. mən siz şagirdlərlə indi bilmirəm, deyəsən şagirdlərlə daha çox işləyirsiniz. Mən tələbələrlə işləyirəm. Sadəcə Mən də olaraq orada tələbələrlə görürəm işləyirəm, ki, lap universitetdə yaxşı. çalışıram. Müəllimə, onda siz də Şagirdlərlə məndən işləmirəm. razısınız ki, baxın yuxarı tələbələr, misal üçün dərsi tam qəşəng öyrənməyə də bilərlər də. Hı Tələbə hı. istəyir ki, qiymət alsın, imtahana Hı giriş hı. balım daha yaxşı olsun. Amma biz bilirik ki, sinifdə daha yaxşı çalışan uşaqlar var. Onlar görsən ki, dərsi danışırlar, misal üçün də hə qiymət aldım da, yəni danışdım, bunu aldım. Amma digər uşaqlar, o hansı ki, emosional da, Hı. necə deyirlər, davranışları Emosional yüksək zəkası olan, yüksək olan. emosional Hı. zəkası daha yüksək olan tələbələr o fürsətdən istifadə edir də, bacarığıdır. Misal üçün Bəli. mən 8 almışam, müəllimə mənə əlavə sual da verin, nə bilim nə, o 9 qiymətini alır. Amma digər həqiqətən IQ-su yuxarı olan uşaq baxsan ki, onun üçün cəhd eləmir. Amma Hı. hardasa baxıram ki, bu bacarıq da lazımdır da, məncə olmalıdır. İkisi də olsa daha qəşəng olar. Əlbəttə ki, ikisi də olsa çox daha uğurlu olar və bizim söhbət elədiyimiz, Bəli. gəlmək istədiyimiz nöqtə də elə budur. Çox təşəkkür edirəm ki, siz Hı bunu -hı. belə ümumiləşdirdiniz və burada mən istəyirəm ki, bir sorğu keçirdək sizi ilə. Və 5 prinsipimiz var bizim. Biz özümüzü qiymətləndirəcəyik ki, görək bizim vurğuladığımız 5 prinsip bizim özümüzdə hansı səviyyədədir. Bir baxaq ki, biz öz emosiyalarımızı necə dərk eləyirik, onları necə idarə eləyirik, ünsiyyət qurma bacarığımız necədir və əlbəttə ki, məsuliyyətli qərar vermə qabiliyyətimiz necədir? Cavablar bizə bunu göstərəcək və mən həmin anketi istəyirəm sizinlə burada bir paylaşım. Çimnaz xanım, ümumiyyətlə bu məsələyə siz özünüz bir aydınlıq gətirin görün mən. Yəni sizdən cavab istəyirəm ona. Nə hansı sual üzrə Arzu xanım? İndi deyək, sosial dərk etmə. Bax, onu bir dənə Aha. xahiş edirəm. Sizin fikrinizi eşitmək istəyirəm. Yəni elə başa düşürəm ki, burada yəni qulaq asan müəllimlərin hamısının ayrı-ayrı fikirləri olar. Amma mən o Aha. fikri sizdən gözləyirəm, görüm siz necə dərk edirsiniz onu. Empatiya hissi nə dərəcədə bizdə Bəli. yüksəkdir mənasında? Bəli. Məncə bizdə empatiya, yəni mənim şəxsi müşahidələrimə görə, yəni bu hansısa bir tədqiqatın nəticəsi deyil. Mənim şəxsi həyatımdakı əgər müşahidəmi soruşursunuzsa, şəxsi fikrimi soruşursunuzsa, onu deyə bilərəm ki, mən bayaq təlim nəvəndə bir məsələni qeyd elədim. Bilmirəm təlim nəvəndə var idi yoxsa yox. Bizdə empatiyanın iki tərəfi var dedik. Başlayana sizi dinləyirəm. Hə. Deyir ki, empatiyanın iki tərəfi var dedik. Biri qarşıdakı insanın hisslərini dərk etmək, başa düşmək. Bir də onu olduğu kimi qəbul etmək. Mən düşünürəm ki, bizdə bu bir hissəlik gedir. Yəni ikinci hissəyə çox az adamlarda keçir. Yəni olduğu kimi qəbul etmək, yəni onun sevincinə sevinib, acısına həqiqətən şərik çıxmaq bir qədər çətindir. Və bizim üçün də məsələn birinci bu bacarığı biz həm valideyn olaraq, həm müəllim olaraq, əgər özümüzdə varsa, növbəti mərhələdə tələbələrimizə və ya şagirdlərimizə, uşaqlarımıza ötürə bilərik deyə düşünürəm. Yəni buna bir hissəlik kimi baxmamağımızı istəyərəm. Məsələn, cəmiyyətdə çox istəyərəm ki, buna sadəcə o hissləri dərk eləyib, bir hissinə bir ad qoyub, ona baxıb, həm də onu olduğu kimi qəbul edib ona şərik çıxmaq, yəni yoldaş olmaq mənasında. Yəni əsas məsələ burada budur düşünürəm. Yəni mənim fikrim budur. Amma mən sizin də fikrinizi eşitmək istəyərdim. Sizdən də çox şey öyrənə bilərik. Elə Çimnaz xanım, mən də sizin kimi düşünürdüm. Sadəcə olaraq dedim, qoy görün bizim fikirlərimiz üst-üstə düşürmü? Mən də elə düşünürəm. Təbii ki, elə olmalıdır. Əgər biz bu cəmiyyətdə nə varsa, bizə yaxın insanlar və yaxud da məsələn, adi bir şey çəkimdə, bəlkə də bu məsələyə bir uyğunluğu yoxdur. İndi bu saat iki Buyurun. xarici dövlət müharibə aparır. Məsələn, Hı hı. ona biz hamımız həyəcan keçiririk, ona biz hamımız Bəli. narahat oluruq. Nə qədər bizdən uzaq olsa da, aralı olsa da, amma yəni insan olaraq biz narahatıq.
Təbii ki, bizim ətrafımızdakı insanlar da görürük. Əgər onlarda bir problem olursa, təbii ki, biz insan olaraq, əgər bizim bir insanlığımız varsa, təbii ki, biz həmin insanlara öz qayğı ilə yanaşmalıyıq, onların dərdinə şərik olmalıyıq, sevinci varsa sevincinə şərik olmalıyıq, qəmi varsa qəminə şərik olmalıyıq. Təbii ki, mən elə başa düşürəm ki, bu cəmiyyətdə bu hamıya aid olmalıdır, egoist olmamalıyıq. Biz nə qədər egoist olsaq, bizim egoistliyimiz bizdən sonra da o biri nəsillərə keçir. Mən elə düşünürəm ki, egoist olmaq lazım deyil də. Mən belə düşünürəm. İndi elə deyəsən bizim fikirlərimiz üst-üstə düşdü. Amma mən belə düşünürəm. Çox sağ olun Arzu müəllimə ki, çox rəng qatdınız, çox dəyərli fikirlərinizi bildirdiniz. Mən sizə çox təşəkkür edirəm aktiv iştirakınıza görə. Bu çox maraqlıdır sizin fikirlərinizi. Sizin kimi bir Çox sağ müəllimin, olun. dəyərli bir müəllimin Çox sağ fikirlərini olun. burada Çox sağ almaq. olun. Mən çox Çox sağ sevindim ki, burada bir professor da iştirak eləyir. Yəni mənim üçün çox Çox böyük sağ olun. maraqlı oldu. Çox Çox yaxşı sağ oldu. olun. Çox Mən təşəkkür Sumqayıt edirəm. Dövlət Universitetində çalışıram. Mən bütün təlimlərə qoşuluram. Mənim üçün Gözəl. maraqlıdır. Yəni lap el olubdur ki, bəzən mənim bir tələbəm təlim aparıb, ona oturub qulaq asmışam axıra qədər. Yəni mənim Düz. üçün maraqlı şeylər çoxdur. İnsan elə başa düşürəm ki, deyir o insan qəbirdə beşikdən qəbirə qədər öyrənməlidir. O qədər şeylər öyrənirik. Çox sağ olun dəyərli fikirlərinizə görə. Siz Yəni sağ mən olun. elə başa düşürəm ki, bu təlimlərin ümumiyyətlə müəllimlərin həyatında rolu çox böyükdür. Hər şeyi öyrənirik. Diqqətlə qulaq assaq, çox böyük fikirlər var burada.